Qurbağanın skeletinə baxaq. Qurbağanın skeleti baş, gövdə və ətrafların skeletinə bölünür. Başın skeletində üst çənə və alt çənə kəllə sümükləri, gövdə skeletində onurğanın fəqərələri, ətrafların skeletində isə qurşaq sümükləri və sərbəst ətraf sümükləri daxildir. Deməli, başın skeletinə kəllə və çənə sümükləri, alt çənə və üst çənə. Gövdə skeletinə onurğa fəqərələri aiddir. Onurğa fəqərələri boyun, gövdə, oma və uzun quyruq sümüyü daxildir. Boyun 1 ədəd, gövdə 7 ədəd, oma 1 ədəd, uzun quyruq sümüyünə isə 1 ədəd fəqərə daxildir. Ətraf sümükləri, deməli, yuxarı ətrafın və aşağı ətraf sümükləri 2 hissəyə bölünür. Ümumiyyətlə, birinci yuxarı ətraf sümüklərinə baxaq. Qurşaq hissə və sərbəst hissəyə. Qurşaq hissəyə, deməli, bir cüt kürək, bir cüt qarğa, bir cüt körpücük və bir ədəd döş sümüyü daxildir. Bunlarda qabırğalar düzgün inkişaf etmədiyindən döş qəfəsi əmələ gəlməmişdir. Ona görə də döş sümüyü qurşaq sümük skeletinə daxildir. Sərbəst hissəyə baxaq. Sərbəst hissə bazu, said və əl pəncəsi aiddir. Bazu bir sümük, said bir sümük və əl pəncəsi bir sümük daxildir. Şagirdlərin ən çox qarışdırdığı saidi bəzən 2 sümük olaraq götürürlər. Lakin qurbağada said bir sümük olaraq götürüləcək. Burada şəkildə aydın şəkildə verilmişdir. Daha sonra aşağı ətrafa baxaq. Aşağı ətrafın qurşaq hissəsinə bir cüt çanaq, sərbəst hissəyə isə bud, baldır, arxa pəncə daxildir. Burada yenə budda bir sümük, baldırda da bir sümük götürəcəyik. Burada ən çox testlərdə necə düşür? Deməli, qurbağada qurşaq skeletinə neçə ədəd və yaxud da neçə növ sümük daxildir? Əgər sizdən ədəd soruşularsa 7 ədəd götürəcəksiniz, növ soruşularsa 4 növ götürüləcək. Kürək, qarğa, körpücük, döş sümüyü. Və yeganə canlılardılar ki, döş sümüyü bunlarda qurşaq, yuxarı ətraf sümüyünə daxildir. Digər biz artıq sürünənlər sinfini keçdikdə orada qeyd edəcək, döş sümüyü onlarda artıq döş qəfəsinin